Bura yalnız qumların ölkəsi deyil, okeanla çölün bir-birinə əl uzatdığı yerdir. Omanın hər daşı, hər küçəsi yüzillik tarixlərin səssiz şahididir. Bəs bu qədim torpağın sirri nədədir? Hazırsınızsa gəlin Omanı bircə kəşf edək. Təsəvvür edin ki, hər şeyin sadələşdirildiyi bir ölkə var. Burada demək olar ki, hər gün müxtəlif millət və irqə mənsub insanlarla tanış olursan. Oman, bir gün əvvəl gördüyün insanları ertəsi gün görə bilməyəcəyin qədər geniş və müxtəlif bir ərəb coğrafiyasıdır. Sizə dəyərli olduğunuzu hiss etdirən, eyni zamanda evlərini sizə açan, gülərüz insanlarla dolu bir ölkədir. Oman, həmçinin sonsuz qırmızı səhra düzənliklərində səfər edə biləcəyiniz, sərt dağlara dırmanıb düşərgə qura biləcəyiniz, kəndlərində ənənəvi həyat tərzi yaşayan insanlara qonaq ola biləcəyiniz və sahillərində özünüzü saf, təmiz sulara təslim edə biləcəyiniz bir məkandır. Hər cür insanın ruhuna toxuna bilən nadir ölkələrdən biridir. Oman sözün həqiqi mənasında alovun anası mənasını daşıyır və bu xüsusiyyətləri ilə nağıllar aləminə bənzəyir. Bundan əlavə, Maskat limanı ölkənin əsas ticarət mərkəzi funksiyasını yerinə yetirir və Portuqaliyaya qədər uzanan geniş bir ticarət şəbəkəsini idarə edir. Maskat eyni zamanda Oman Sultanlığının paytaxtıdır. Ölkə 309.500 kvadrat kilometr əraziyə malikdir və mütləq monarxiya ilə idarə olunan bir sultanlıqdır. Bu, o deməkdir ki, hakimiyyət birinci dərəcəli qohumlar arasında ötürülür. Məsələn, 2020-ci ilə qədər ölkəni idarə edən Qabus bin Səid vəfat etdikdən sonra hakimiyyət onun əmisi oğlu, mədəniyyət naziri Heysəm bin Tarikə keçdi. Bu sultanlıqda 4,5 milyondan çox insan yaşayır. Oman, Ərəbistan yarımadasında yerləşir və bir çox ərəb ölkələri ilə əhatə olunub. Ölkənin cənub və şərq hissələrində isə Oman dənizi və Oman körfəzi yerləşir. Burada əsas dil ərəbcədir, həm də rəsmi statusa malikdir. Əhalinin 90% ərəb dilində danışır. İş dünyasında isə təxminən 5% ingilis dilindən istifadə olunur. Qalan dillər isə yerli dillərdir. Məsələn, Baluchi, Qumzari, Harsusi dilləri. Eyni zamanda küçələrdə insanlara baxaraq onların hansı dinə mənsub olduğunu da müəyyən edə bilərsiniz. Ölkədəki dini mənzərə bir ərəb ölkəsi olması səbəbindən əsasən İslam dininin təsiri altındadır. İslam Oman əhalisinin 95%-ni təşkil edir və ictimaiyyətin böyük əksəriyyətinin həyat yolunu müəyyən edən bir inancdır. Qalan 5% isə əsasən xristianlar və yəhudilərdir. Lakin bu 5%lik əhali əsasən işləmək üçün Omana gələn xarici vətəndaşlardan ibarətdir. Omanın bugünkü həyatına dair səyahətə başlamazdan əvvəl ölkənin yaxın tarixini qısaca tanımaqda faydalı olar. İnsan tarixinin ən qədim yaşayış məkanlarından biri olan Oman ərazisində ilk həyat izləri daş dövrünə qədər uzanır. O qədər ki, hətta Şumer lövhələrində də Oman coğrafiyasının adı çəkilir. 7-ci əsrdə isə rəsmi olaraq İslam dinini qəbul etmiş və həyat tərzini bu dinin prinsiplərinə uyğun formalaşdırmağa başlamışdı. 1400-cü illərə qədər Oman xalqı Ərəbistan yarımadasında müstəqil şəkildə varlığını davam etdirmişdi. Lakin o dövrdə böyük ticarət bazarları axtaran Portuqaliya koloniyaları tərəfindən mühasirəyə alındı və ardınca bir sıra işğallara məruz qaldı. Avropa dövlətləri, o cümlədən Portuqaliyalılar bu torpaqlara mədəni inkişaf gətirməyib. Yalnız Omanın sərvətlərini ələ keçirmək məqsədi güdüblər. Portuqaliyalılardan sonra 1580-ci illərdə bölgəyə gələn Osmanlı imperiyası isə Omandakı həyat tərzinə daha fərqli bir münasibət bəsləyib. Omanın əsas əhəmiyyət qazandığı dövr isə 1960-cı illərdə ölkədə neftin kəşf edilməsindən və istehsalından başlayıb. 2020-ci ilə qədər ölkəni idarə edən Qabus bin Səid Omanı müasir dünyaya uyğunlaşdırmaq üçün mühüm islahatlar həyata keçirib və ölkəsini daha çağdaş bir vəziyyətə gətirib. Məhz bu səbəbdən Oman bu gün təhsil və şəhərsalma baxımından bir çox dünya ölkələrindən daha yaxşı vəziyyətdədir. Oman demək olar ki, bütün ərəb ölkələrində olduğu kimi gəlirlərinin əsas hissəsini neftdən əldə edir. Avtomobil kirayə etmək sizi ictimai nəqliyyatdan istifadə etmək kimi bir çox çətinlikdən xilas edir. Təkcə Muscat şəhərinin təxminən 1,5 milyon əhalisi olduğundan şəhəri kəşf etmək üçün bir avtomobilə sahib olmaq daha mükəmməl bir Oman təcrübəsi yaşamağınıza kömək edəcək. Çünki Oman çoxsaylı dağlarla və səhra əraziləri ilə əhatə olunduğundan ictimai nəqliyyatla xüsusi bölgələrə getmək o qədər də mümkün deyil. Ölkədə şəhərlərlə bağlı ilk diqqət çəkən məqam isə əsasən ağ və
və sarı tonlarında olan binaların inşası və çox hündür binaların olmamasıdır. Bundan əlavə Muscat limanı xüsusilə yaz aylarından başlayaraq heç vaxt boş qalmır. Bir çox sərnişin gəmisi Omana gəlir və ölkənin iqtisadiyyatına töhfə verir. İnsanlar bu ölkəyə əsasən Oman çimərliklərini deyil, onun təbii atmosferini, ənənəvi həyat tərzini görmək üçün gəlir. Məsələn, dağlarda yaşayan qadınlar özlərinə ənənəvi üsullarla çörək bişirir və daşdan hazırlanmış ocaqdan istifadə edirlər. Dağ kəndlərinin yollarında isə sizi keçi sürüləri qarşılayır. Hətta dəvələr də Oman otlaqlarında varlıqlarını göstərirlər. Onlar xarabalıqların arasında dolaşır və bu ərəb səhrasında olmaqdan məmnun görünürlər. Cəmiyyətin böyük bir hissəsi dişdaşı adlanan ərəb geyimlərini geyinir. Xüsusən cümə və şənbə günləri Oman üçün istirahət günləridir, amma Omanlıların simalarına baxdığınızda burada sağlam və qayğısız bir həyatın davam etdiyini görə bilərsiniz. Çoxu dolanışıq dərdindən deyil və ailə anlayışı Oman cəmiyyətinin ən böyük dəyəridir. Ailəvi bağlar mümkün qədər güclü saxlanılaraq davamlı rifaha nail olunur. Ona görə də bu ölkədə insanları bir arada tutan ən böyük güc ailə bağları və İslama olan sevgidir. Əgər Oman küçələrində gəzərkən ən işlək küçələrin bomboş olduğunu və hətta mağazaların belə bağlı olduğuna şahid olsaz, bilin ki, bütün xalq bir-birindən gözəl memarlığa malik məscidlərə axışıb və Allah üçün ibadətə yönəliblər. Oman bazarlarında sizə qeyri-adi görünə biləcək bir ticarət məhsulu da görə bilərsiniz. Bunlar Omana məxsus tütsülərdir. Tütsülər xüsusilə neft kəşfindən əvvəl balıqçılıqdan sonra ən böyük dolanışıq mənbələrindən biri idi. Dünyanın bir çox bölgəsinə Omanda yetişən tütsülər ixrac olunurdu. Hazırda əvvəlki qədər ön planda olmasalar da, Oman bazarlarında hələ də ənənəvi bir simvol olaraq qalırlar və kifayət qədər diqqət çəkirlər. Çünki tütsülərin özünə məxsus qoxusu var. Həmçinin Omanlı insanlar bunu çeynəyərək də istifadə edə bilirlər. Xüsusən çənə və mədə sağlamlığına xeyirli olduğu iddia edilir. Təbii ki, bu ərəb ölkəsinin bazarlarında təsadüfən balıq bazarına da rast gələ bilərsiniz. Ölkədə demək olar ki, hər növ balığı təzə-təzə yemək mümkündür. Çünki coğrafiyanın sahil xətti balıqçılıq baxımından olduqca bərəkətlidir. Digər tərəfdən, Omandakı yaşayış yerləri müxtəlif dağlarla əhatə olunub. Çimərliklərdə isə turistlərə qarşı heç bir məhdudiyyət yoxdur. İnsanlar sərbəst şəkildə əylənib istədikləri kimi vaxt keçirə bilirlər. Bu səbəbdən Omanda olduğunuz müddətdə özünüzü heç bir mövzuda sıxılmış hiss etməzsiniz. Nostalji bir atmosferə malik dar küçələrdə isə adam sıxlığı yoxdur və küçələrdə sakitlik hiss olunur. Omanda istifadə olunan pul vahidi isə Oman riyalıdır. Bir Oman riyalı 4 manat 42 qəpiyə bərabərdir. Bu da Oman pulunun olduqca dəyərli olduğunu göstərir. Ölkədə müəllim, mühəndis və həkim kimi peşələrdə çalışan insanların aylıq maaşı minimum 1500-2000 Oman riyalı civarındadır. Orta səviyyəli peşələrdə, məsələn, ofisiant, bənna, baxıcı, mühasib kimi çalışanlar isə təxminən 1000 riyal maaş alırlar. Yolda insanlarla danışmaq istəsəniz, sizə mümkün qədər mehriban yanaşırlar. Amma sultanları və ya ölkənin idarəçiliyi haqqında tənqid etsəniz, Omanlılar tərəfindən çox da xoş qarşılanmazsınız. Oman xalqı həm təvazökar, həm də dindar olduğu qədər duyğusaldır da. Buna görə də yerli insanlarla geyim, həyat tərzi və ya düşüncə tərzi mövzularında xoş qarşılanmayan mövzulardan uzaq durmanız tövsiyə olunur. Məsələn, yerli xalq heç vaxt qısa şortik və açıq çiyinli geyimlər geyinmir. Əgər bu mövzunu onlarla müzakirə etsəz, həyat dəyərlərinə qarşı hörmətsizlik etdiyinizi düşünərlər. Digər tərəfdən hər bir Omanlı şəhərlərdə yaşamağa meyilli deyil. Bəziləri var ki, onlar səhralarda sakitliyi və rahatlığı tapırlar. Sonsuz səhraların ortasında özlərinə məxsus pədəvi çadırları qururlar, yerlərə xalçalar sərirlər və çadırın hər bir guşəsində köçəri həyat tərzindən ipuclar təqdim edilir. Ziyarətçilərə isə çay və əlbəttə ki, xurma təklif edirlər. Bu, sizə göstərilən mənəvi dəyərin konkret bir şəkildə ifadəsidir. Təklif edilən ikramları qəbul etmək bu səhrada yaşayan bədəviləri neft sərvətindən daha çox sevindirir. Bəs Azərbaycandan Omana necə getmək olar? Tələblər, şərtlər, xərclər nələrdən ibarətdir? Son olaraq gəlin buna nəzər salaq.
Bakıdan birbaşa uçuşlar mövcud deyil. Tranzit reyslərlə birtərəfli bilet qiymətləri təxminən 686 manatdan başlayır. Uçuş müddəti və qiymətlər seçilən hava yolu və tranzit şəhərinə görə dəyişə bilər. Azərbaycan vətəndaşları Omana elektron viza ilə səyahət edə bilərlər. Onu da qeyd edim ki, ən uyğun səyahət dövrü noyabr-mart ayları arasındadır. Çünki bu zaman hava şəraiti daha mülayim olur. Bu da səyahət üçün əlverişlidir. Belə, video haqqında fikirlərinizi və məndən hansı ölkələrdən danışmağımı istədiyinizi şərh bölməsində paylaşmağı unutmayın. Dünyanı birlikdə kəşf edəcəyik. Bu səbəbdən yeni videolarımı qaçırmamaq üçün kanalıma abunə olun. Növbəti videoda görüşənədək. Sağ olun.